Saatı telefona bağlamaq üçün əvvəlcə saata internet paketi aktiv olan baksel nömrə qoyuruq. Daha sonra Movie Tracker proqramını telefona yükləyib proqrama daxil oluruq. Registr, yəni qeydiyyat bölməsinə keçid edirik. Birinci bölməyə öz aktiv olan Gmailimizi daxil edirik. İkinci bölmədə isə get kod düyməsini basırıq və həmin bölmədə çıxan rəqəmləri ikinci bölməyə yazırıq. Üçüncü bölməyə isə birinci hərfi böyük olmaqla 8 simvoldan az olmayaraq hərf və rəqəmlərdən ibarət olan yadımızda qalacaq bir şifrə təyin edirik. Daha sonra qeydiyyat düyməsini basırıq və hesabımız artıq qeydiyyatdan keçdi. Əsas menyudan aşağıdan solda razılaşmanı təsdiqləyirik və daxil oluruq. Telefonda QR kod skan etmə bölməsinə daxil oluruq. Daha sonra saatda ayarlar bölməsindən e-mail yazılan yerə daxil oluruq. Saatda çıxan QR kodu telefonun kamerasına oxuduruq. Burada telefonun sahibi kimdirsə, ata və yaxud ana, onu seçirik. Növbəti düyməsinə toxunub hesabımıza daxil oluruq. Funksiyalar bölməsindən siz uşaqlarınıza görüntülü zəng eləyə bilərsiniz, sos nömrələrini təyin eləyə bilərsiniz, uşağınızın yerini xəritədə görə bilərsiniz. Söhbət bölməsindən isə səsli mesaj göndərmək mümkündür.